Bu video yalnızca bilgilendirme amacıyla hazırlanmıştır. Amacımız, kullanıcıları doğru ve güvenilir bilgilerle yönlendirmektir. Videoda herhangi bir yasa dışı işlem, yanıltıcı içerik veya YouTube topluluk kurallarını ihlal eden bir unsur bulunmamaktadır. Tüm işlemler yasal çerçevede ve eğitim amaçlı gösterilmiştir. Salam əziz dostlar və kanalımızın izləyiciləri. Bu gündən yepyeni bir video sizlərin qarşınızdayım. Əziz dostlar, Rus kanallarına qazansız şəkildə sadəcə internet vasitəsilə baxmaq istəyirsinizsə, bu video sizlər üçündür. Zəhmət olmasa videomuzu keçmədən axıracan baxın. Əziz dostlar, videomuza like qoymaq 5 saniyəlik bir şeydir. Zəhmət olmasa videomuza like qoyun, sonra isə videomuzun davamını izləyin. Əziz dostlar, Rus kanalları ümumiyyətcə Rusiya paketlərinə aid olan bütün proqramları bu gündən sizlərə təqdim edəcəm. Lampa sistemi, ondan film sistemi. Nəzərinizə çatdırın ki, bütün bu proqramların sizə təqdim etdiyim proqram hamısı sadəcə bilgiləndirmə məqsədi ilə paylaşılmış videodur, eğitim məqsədi ilə paylaşılıbdır. Heç bir təlif haqqı və illegal proqramlar, illegal içəriklər bizim kanalımızda paylaşılmır. Zəhmət olmasa hər hansı bir yorum yazarkən etika qaydalarına riayət edin. Əziz dostlar, Rus kanallarına baxmaq istəyənlər ilk öncə sizin aparat beyninizdə LG televizorlarda da var. LG Store yazır, Samsung televizorlarında Samsung Apps yazılır. Android televizorlarda Google Play yazır. TV Box'larda isə yenə həmin kimi bəzən də update deyilən bir proqram var. Bəzi TV Box'larda orada da həmin proqram var. Yəni eyni Play Market kimi proqramdır. Yəni onlara giriş eləyirsiniz axtarış bölümünə. Media Station X sözünü yazırsınız. Ümumiyyətcə burada verdiyimiz bütün proqramlar hamısı çox gözəl şəkildə işləyən proqramlardır. Nəzərinizə çatdırma media sözünü yazan kimi M-E-D-I-A yazan kimi gəlib çıxacaqdır özü. Belə Media Station X bu sağ bölümündəki proqramdır. Bunun üzərinə oku basırsınız və bu proqramı yükləyirsiniz. Dünənləri bir dənə xanım var, adını çəkməyəcəm. O xanım yazıb ki, sizin bu verdiyiniz proqramlarda donma var. Sizin bu proqram donma olduğu üçün də giriş eləyə bilmirik. Bu problem başqa şeydəndir. Çox adam girməyindən deyil. Həmin o xanıma buradan çatdırmaq istəyirəm ki, evinizdə Wi-Fi var sizin. Wi-Fi-nıza bir adam girməyi ilə 100 adam girməyə fərqlidir yəqin ki. Yəni başa düşdünüz nə demək istədiyimi sizlərə. Gözəl insanlar, aç bölümünü basırsınız yükləyəndən sonra və belə bir səhifə bizi qarşılayır. Setting bölümünə gəlirik və Start parametr sözünün üstündən basırıq və Setup'ı basırıq. Burada verdiyim, düzdür mən bu hissəni blurlayacam. Burada səhər hərfdən yazacam. Dəqiq şəkildə baxın. Nöqtə virgül düzgün yazın zəhmət olmasa. Yəni buralar çox belə çətin bir şey deyil. Yəni axır oma kimi, om sözünə kimi hamısını bitişik yazın. İndi tam deyəmirəm. Om sözünə kimi onun aralarında nöqtələrdə düzgün şəkildə yazın zəhmət olmasın. Nöqtə up və nəzərinizə çatdırım, ortadakı hərflər hamısı kiçik hərflərdir. Böyük hərflərdən yəni yazmayın. Və .com. Bunu yazdıqdan sonra sağ bölümündə üçdə da sözünü basırıq və yes sözünü təzədən basırıq. Və burada artıq bizim hissələr gələcəkdir. Buradan artıq diqqətli şəkildə baxın. Vse parametr və buradan artıq bizim proqramlar hamısı gəldi. Buradan istədiyiniz hər hansı bir proqramları evinizdə rahatlıq şəkildə yükləyə bilərsiniz. Bizə lazım olan proqram Rütüb və Zapustik deyirik. Çox gözəl şəkildə işləyir. Heç bir problem yoxdur.
Zəhmət olmasa diqqətli şəkildə baxın. Burada TV kanal bölümünə keçirik. TV kanal bölümünə keçdikdən sonra artıq burada bütün kanal sistemləri mövcuddur. Öncülvari özüm sizə bir dənəsini qoyacam. Necə açmağına baxın. Bu hissələri mən sizlərə göstərmirəm. Əziz dostlar, yenidən Media Station X proqramına giririk. Baxlarım tam dəqiq göstərə bilmədim. Yenidən giriş eləyirik. İstədiyiniz bütün rus kanallar hamısı burada mövcuddur. VPN seçirik və buradan axtarırıq, Rutube sözünü tapırıq. Rutube sözünü tapdıqdan sonra birinci ustanovka eləyirik, sonra proslide eləyirik. Artıq giriş elədik. Rus kanalları, bütün burada rus dilində bütün hər şeylər yəni burada mövcuddur. Bir dənə sağ knopkanı basırsınız. Burada TV sözləri var. TV kanal sözünə girirsiniz və burada bütünlükünü, bütün kanalların hamısı burada mövcuddur. Yəni istədiyiniz şəkildə rahat şəkildə baxa bilirsiniz. Bu birinci stanovka eləyirsiniz, sonra zapust. Sonra isə bura gələndə və buradan bir dənə geri çıxanda burada bunun həmin bu proqram, həmin bu hissədə gəlib düşməlidir. Düşürsə vəsiyo. Sonra vəsiyo prolegeniya gəlirsiniz. Əgər lamponu istəsəz lampo. Yəni hər şey var burada. Əziz dostlar, yəni buradan açıq və aydın hər şeyi rahatlıq şəkildə girib baxa biləcəyiniz kanallar mövcuddur. Yəni bu hissəni mən tam dəqiq sizlərə göstərmirəm. Sadəcə bilgiləndirmə məqsədi ilə göstərdim. Buradan nazad sözünü basırsınız. Əziz dostlarımız bizi sevərlər. Rahat şəkildə izləyə biləcəyiniz ən gözəl geri çıxırsınız, rahat bir şəkildə baxırsınız. Əziz dostlar, burada ümumiyyətcə bütün kanallardır. Burada Prişmaya da girə bilərsiniz. Dili ingilis dilində, rus dilində hər hansı bir dilə qoyursunuz. Rahat şəkildə Prişmaya da baxa bilirsiniz. Yəni mən buradan televizora baxıram, burada danışmağım o demək deyil ki, mən burada heç nə eləmirəm. Yəni diqqətli şəkildə baxın. Çünki siz bu hissəni blur formasında görürsünüz, görə bilmirsiniz. Bu demək deyil ki, biz burada şey. İndi inşallah girdikcə özünüz də görəcək. Prişmanda yükləməyinizi buradan sizlərə məsləhət görürəm. Çox superdir. Atmani çıxırıq. Yəni çox super kanallar mövcuddur, rus kanalları. İndi rahatlıq şəkildə indi özünüz evinizdə izləyəcəksiniz. Mən burada tam aydın şəkildə hər şeyi başa sala bilmirəm. X aha. Bəzi insanlar var YouTube'da məsəl üçün yorumların altında biraz xoşuma gəlməyən sözlər yazdı. Həmin o insanlar da demək istəyirəm ki, yəni bütün hər şeyinizi görürük. Bir dənə xoşa gəlməz bir dənə sözünüz sizi birbaşa kanalda bloka salacaqdır. İndi burada mən çox şey göstərə bilmirəm əziz izləyicilər. İndi inşallah özünüz baxdıqca, indi seyr elədikcə baxacaqsınız necə işlədiyinə. Bir dənə çox sağ ol sözünü yazarsınız zəhmət olmasa. Əziz dostlar,
Bundan qabaqki videolarımızı izləməyibsinizsə, keçib videolarımızı izləyə bilərsiniz. Son hissəsində qoyacağıq. Bu gündən sizlər rus kanallarına necə baxmaq olar, onları başa saldım. Zəhmət olmasa, hər hansı bir yorum yazarkən diqqətli şəkildə baxın. Bax, dünənlərim, əziz izləyicilər, evinizdə internet sürətini yoxlamaq istəyirsinizsə, girirsiniz browser proqramının içinə. Bax, diqqətli şəkildə baxın. Uygulamalardan speed test yoxlayırsınız browserdə. Hər hansı bir browserə girirsiniz, speed test sözünü yazırsınız. Telefonda yox, televizorda. Telefonda, yəni yenə deyirəm, telefon sizin ola bilərsə 5G-ni dəstəkləyə bilər, amma bu 5G-ni dəstəkləyəsi bir proqram deyil. Televizorlardan çox vaxt 5G-ni dəstəkləmir. Yəni diqqətli şəkildə olun. Ümumiyyətlə, hər hansı bir proqramı Google Play-dən kənarda yükləyirsinizsə, zəhmət olmasa hər hansı bir antivirus proqramından keçsin. Speed test.net-ə girirsiniz, yəni buradan giriş edirsiniz. Speed testə girdikdən sonra qarşınıza çıxan ilk birinci səhifənin üzərinə oku basırsınız və buradan sürəti yoxlayırsınız. Buradan sürəti yoxladıqdan sonra özünüz başa düşəcəksiniz nədəndir. Əgər sürət 100-dən yuxarı verirsə, 90 verirsə, internet sürətiniz superdir. Yox, MS pingi çox verirsə, bizdə bu iş yerində hal-hazırda internet çox zəifdir, həddindən artıq. Diqqətli şəkildə baxın. Həddindən artıq çox zəifdir. Televizorun qəbul elədiyi internet sürəti 5 megabit. Amma telefona baxın. İndi telefonda göstərəcəm sizlərə. Yəni bunu sizlərə bildirmək istədim. Telefona baxın. İndi isə telefonda yoxlayacağım sizlərə bu sürəti. Bunu yoxlamaq lazımdır. Çünki bu sizin əsas sürətinizi yoxlayan hissə budur, internetinizin sürətini. Diqqətli şəkildə baxın. Mənim telefonum hətta 4G-ni dəstəkləyir, yəni 5G telefon deyil. Buradan özüm indi sizlər yoxlayacağım. Proqramını yükləməyə ehtiyac yoxdur. Birbaşa go deyirsiniz. Və diqqətli şəkildə baxın. Telefonda 21 olan sizin televizorunuza, diqqətli şəkildə 26, 27, 28, 40. Səhv eləmirəmsə, burada internet 40-lıq olmalıdır. Aha. 32-51. Televizorda 6-lıq, 7-lik gələn, bizdə 32-50 gəlir. Diqqətli şəkildə baxın. Bu upload hissəsinə baxmırsınız, əziz izləyicilər. Buna baxmırsınız. Bizə lazım olan bu hissədir. Bu hissə. Əsas lazım olan o hissədir, internetin sürətini işlədən. İzləmədə qalın, kanalımıza abunə olun, like atın. Hələlik.